Hər il Ramazan ayı yaxınlaşanda məzhəblərə və hədislərə tabe olan din xadimlərindən Ramazana təqvimlə başlamaq haramdır, göydəki ayı mütləq gözümüzlə görməliyik və sair buna bənzər iddiaları eşidirik. Elə məhz buna görə də hər bir məzhəb göydəki ayı fərqli günlərdə görüb, Ramazana fərqli günlərdə başlayıb, fərqli günlərdə bitirirlər. Gəlin bu fətvanı elə öz dillərindən eşidək, sonra isə bunun Quran ilə nə qədər uyğun olub olmadığına baxaq. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Hilalı gördüyünüz zaman oruç tutun. Hilalı gördüyünüz zaman orucunuzu açın, yəni bayram edin. Yəni təqvimlər yaxud da fələk hesablamaları deyildir. İcma onu deyir ki, fələk hesablamalarına etimad olunmamalıdır. Fəqihlər buyururlar ki, astronomların sözü ilə ay sabit olmaz. Fəqihlər buyururlar, xeyr, astronomların sözü ayı sabit eləməz. Təqvimlə, qabaqcadan, hesabatla ayı təyin eləmək xətadır. Şəri cəhətdən xətadır, biz qəbul eləmirik. Əksər müctəhidlərin rəyi əsasında bu cihazların etibarı yoxdur, əsası yoxdur, təqvimin əsası yox. Sadəcə olaraq ayı gör, oruc ol, ayı gör, orucunu iftar içinin. Təqvimlə getmək doğru deyil, şəriətlə doğru deyil. Təqvimlə gedilmək üçün qadağandır şəriətdən. Bunları dinlədikdən sonra belə bir sual yaranır. Buna Qurandan bir dəlil varmı? Əlbəttə yoxdur. Nəinki Qurandan, hətta hədislərdə belə Ramazana təqvimlə başlamağın qəti şəkildə haram olduğunu bildirən bir əmr yoxdur. Bu fətvanı bəzi hədislərin mətninin zahirinə əsaslanaraq veriblər. O hədislərdən biri belədir. Ayı gördüyünüz zaman oruca başlayın, ayı gördüyünüz zaman bitirin. Əgər ayı görməsəniz, günləri 30-a tamamlayın. İlk öncə onu qeyd edim ki, hədislər dində mənbə deyil. Hədislərə tabe olmağımızı əmr edən Quranda heç bir ayə yoxdur. Hədislərə tabe olmaq, Peyğəmbərə tabe olmaqdır anlamına gələn də bir ayə yoxdur. Hədislərin vəhy olduğuna, yəni Allahın sözü olduğuna dair də bir ayə yoxdur. Hətta hədislərin Peyğəmbərin sözü olduğuna dair də bir ədəd belə olsun ayə yoxdur. Hətta fərz edək ki, bu hədis doğrudur. Yenə də bu hədis Ramazana təqvimlə başlamağı qadağan etmir. Bu hədis yalnız o dövrdə Peyğəmbər və onun dostlarının bu məsələni necə həll etdiklərini göstərər. Bu qədər. Yəni, hesablama vasitələri o zamanlar olsaydı, Peyğəmbər və onun dostları bu hesablamalara mütləq ki, tabe olacaqdılar. Bizim bu fikrimizi hətta hədisin son cümləsi də dəstəkləyir. Hədisdə son olaraq qeyd olunur ki, əgər ayı görməsəniz, günləri 30-a tamamlayın. Yəni, Peyğəmbər və onun dostları qəməri ayların maksimum 30 gün olduğunu bilirdilər və bu kiçik də olsa riyazi bilgiyə əsaslanaraq işlərini həll edirdilər. Bu kiçik riyazi bilgiyə əsaslanan insanlar təbii ki, bu zaman yaşasaydılar, hal-hazırda daha da mükəmməl hesablama apara bilən astronomik hesablamalara tabe olacaqdılar. Hesablamalara tabe olmağımızın haram olmadığını göstərən bir başqa nümunə də namaz cədvəlləridir. Bildiyimiz kimi, günümüzdəki bütün müsəlmanlar öncədən hesablamalar vasitəsilə tərtib olunan namaz cədvəllərinə tabe olurlar. Halbuki qədimdə bu namaz cədvəlləri də yox idi və namaz vaxtlarını təbii bir hadisələrə baxaraq təyin edirdilər. Misal üçün, sübh tezdən səmada ağ işığın görüldüyü zaman səhər namazının vaxtının daxil olduğunu bilirdilər. Əşyaların kölgələrinin 2 dəfə öz boyları qədər olduğu zaman əsr namazının daxil olduğunu təyin edirdilər. Və yaxud da gün batdığı zaman axşam namazının vaxtını təyin edirdilər. Amma bu hədislərə, bu rəvayətlərə əsaslanaraq günümüzdə müsəlmanlar heç bir əşyanın kölgəsini ölçmürlər. Heç bir namaz üçün göydə günəşi və yaxud ayı güdmürlər. Bəs nə üçün yalnız Ramazan ayı daxil olmasında və çıxmasında din xadimləri ayı səmada güdməyə başlayırlar. Davamlı olaraq hədislərdən və rəvayətlərdən nümunələr gətirməyim, hədisləri də dində mənbə olduğunu qəbul etdiyim anlamına gəlməməlidir və yaxud da bu hədisləri doğru hesab etdiyim anlamına da gəlməməlidir.
İstənilən bir mövzuda iki fərqli, iki qarşı fikirdə olan adamlar bir-biri ilə müzakirə edəndə bir-birinin kitablarından, mənbələrindən dəlillər gətirib, bununla həmin adamın iddialarının, metodlarının, hətta öz kitabları vasitəsilə belə yanlış olduğunu göstərmək üçün istifadə olunan bir metoddur. Yəni bu metoddan istifadə edən və iki əks fikirdə olan bir insanların bir-birinin kitablarını qəbul etmədiyi anlamına gəldiyi kimi, mənim də hədislərdən, rəvayətlərdən dəlillər, müqayisələr gətirməyim bu kitabları qəbul etdiyim, onları doğru hesab etdiyim anlamına gəlməməlidir. Qayıdaq mövzumuza. İslam dininin yeganə mənbəyi olan Quran kitabının heç bir yerində təqvimlərin haram olduğunu qeyd edən heç bir ayə yoxdur. Əksinə, Ramazanla bağlı olan ayələrə belə baxsaq və digər ayələrə baxsaq, təqvimlərə əsaslanmağın qadağan olmadığını görə bilərik. Bunu elə ilk olaraq Ramazan ayına aid olan ayədən görə bilərik. Quran Ramazan ayında nazil edilmişdir. Kim bu aya yetişərsə, oruc olsun. Ayənin özünə diqqətlə baxsaq, burada ay sözünün göydəki ay anlamına gələn hilal və yaxud qəmər sözləri ilə deyil, təqvim ayı anlamına gələn şəhr sözü ilə ifadə olunub. Şəhr sözü, şəhru Ramazan sözünü eşidən hər bir kəsə tanış bir sözdür. Ayədən anlamaq olur ki, oruca başlamaq üçün mütləq göydəki ayı güdmək lazım deyil. Təqvim ayı olan aya da yetişsək, biz oruç tuta bilərik. Təkcə bu ayə belə Ramazana təqvimlə başlamaq haramdır iddiasının tutarsız olduğunu göstərmək üçün bəhs etməlidir. Biz amma yenə də Quranda ayın və günəşin hesablama vasitələri olduğunu vurğulayan ayələrə də baxaq. Misal üçün, yeni doğan aylar insanlar üçün vaxt ölçüləridir. Günəşi və ayı hesablama vasitəsi edən odur. İllərin sayını və hesablamanı biləsiz deyə aylar üçün mövqelər təyin edən odur. Oxuduğum bu ayələrdən anlamaq olur ki, ay və günəş ilə hesablama aparıb məsələləri həll etmək mümkündür. Təbii ki, bu qurğular və hesablama bacarığı Peyğəmbər zamanında da olsaydı, Peyğəmbər də buna tabe olacaqdı. Bir sözlə, indiki müasir zamanda təqvimlərə əsaslanaraq Ramazanı eyni gündə başlayıb, eyni gündə bitirə biləcəyimiz halda din xadimləri bizi yenə də 7-ci əsrin texnologiyasına qaytarıb, göydəki ayı güdməyimizi istəyirlər və bununla da müsəlmanların fərqli günlərdə Ramazana başlayıb, fərqli günlərdə bitirməsinə səbəb olurlar. Düşünürəm ki, bu qədər ayələr təqvimlərin haram olmadığını anlamaq üçün inadkar olmayan hər bir inanclı insana kifayət etməlidir. Son olaraq da Qurandan bizə ünvanlanan bir sualı oxumaq istərdim. Allahdan və onun ayələrindən sonra hansı hədisə inanırlar?